Assalamu alaikum dostlar. Bu günlərim inşallah biz bir mövzu haqqında danışmaq istəyirəm. Ramazan inşallah gəlir. Sabah yox, bir gün inşallah Ramazandır. Ancaq bəzi insanlar, bəzi müsəlmanlar sabah tutmaq istəyirlər. Bunun səbəbi nədir? Bildirirlər ki, Ərəbistanda artıq ay görünüb. Ona görə də onlar sabahdan tutmaq istəyirlər. Hər kəsin yenə də öz fikri var. Ancaq bir balaca bu məsələ ilə bağlı bir izahat vermək istəyirəm. Deməli dostlar, təsəvvür edin ki, hələ teleskopun olmadığı bir dövrdə insanlar dünyada necə oruç tuturdular? Hansı ölkədə ay görünürdüsə, həmən xalq başlayırdı oruç tutmağa. Bu əslində indi də belə olmalıdır. Yəni biz tutaq ki, Ərəbistanda göründü deyənə biz də tutaq. Bu düzgün fikir deyil. Nəyə görə düzgün fikir deyil? Və yaxud bəziləri də farslarla gedir. İranda görsəndi, biz də oruç tutmalıyıq. Biz İslam dini ümumiyyətlə fanat dini deyil. Yəni biz ərəb fanatı, fars fanatı deyilik. Biz müsəlmanıq və bizə necə ibadəti edilməyi deyilibsə, o cür də etməliyik. Bir çox alim buyurur ki, hər kəs öz ölkəsində görəndə o vaxt tutmalıdır. Yəni başqasının vaxtıyla getmək əslində məntiqə uyğun bir şey deyil. Nəyə görə? İndi bunun izahatını verəcəm inşallah. Təsəvvür edin ki, biz Azərbaycandayıq, düzdürmü? Namaz bilirsiniz ki, günəşin hərəkəti ilə olan bir şeydir. Yəni məsələn Bakıda bir vaxtda başlayır. Bakıda başlayandan tutaq ki, deyirəm, Gəncədə 15 dəqiqədən sonra girir namaz. Və yaxud Zaqatalada misal üçün 20 dəqiqədən sonra girir namaz. Yəni biz qılırıq, 20 dəqiqədən sonra Zaqatala qılır. Tutaq ki, 15 dəqiqədən sonra Gəncə qılır, nə bilim 25 dəqiqə sonra Quba qılır və beləcə bu davam edir. Və dünyada da saat fərqləri var. Məsələn, Azərbaycan namazı qılır birdə, misal üçün. Rusiya ilə bizim 2 saat fərqimiz var, deyək ki. Rusiyada 2 saat sonra qılınır. Türkiyədə 1 saat sonra qılınır. Və bu beləcə, təsəvvür edin ki, bu da Allahın bir möcüzəsidir ki, dünyada daimi olaraq ibadət gedir. Daimi olaraq, yəni ibadət heç bitmir dünyada. Gecə-gündüz ibadət gedir. Burada başlayır, orada qutarır. Burada başlayır, orada qutarır. Belə-belə. Hətta Amerikada bilirsiniz ki, bizdə gündüz olanda onlarda gecə olur. Təsəvvür edin ki, biz gecəni başa vururuq. Onlar da səhər sübh namazından başlayırlar. İşə namazı. Onlar yatır, sonra biz təzədən başlayırıq sübh namazı. Yəni dünyada bu beləcə davam edir. İndi keçək oruc məsələsinə. Əgər biz orucu kiminsə, hansısa bir başqa bir millətin, ölkənin vaxtı ilə tutsaq, o məntiqlə getsək, onda biz namazı da həmən ölkənin vaxtı ilə getməliyik. Yəni Ərəbistanda artıq namaz gelibsə, bizdə amma hələ günəş onu göstərmir. Onda gərək onda biz də orada ilə qılaq ki, bu düzgün deyil. Ona görə də hər kəs öz vaxtı ilə qılmalıdır və bu nəyə gətirib çıxarır? Məsələn, biri 18-i tutmaq istəyir, digəri 19-u. Bu səbəb olur ölkədə ayrışmalara. Məsələn, Ramazan bayramını bütün ölkə ilə keçirtməliyik, düzdürmü? Amma biri bir gün keçirir, o birisi səhəri gün keçirir. Biri deyir ki, yox, mən bu gün keçirirəm, o biri deyir, yox, biz sabah keçirəcəyik. Bu səbəb olur fitnəyə. Bu səbəb olur ayrışmağa, fikir ayrılığı yaranır, insanlar arasında mübahisə yaranır. Yəni, türklər demiş, mutlu məsud bayram keçirtmək əvəzinə arada düşmənçilik yaranır, arada mübahisə yaranır və arada nifrətə səbəb olur, münaqişələrə səbəb olur. Yenə deyirəm, bu fanatlıqdır. Bunun başqa bir adı yoxdur. Biri deyir, mən farsla gedirəm, biri deyir, ərəblə gedirəm, o birisi deyir, falan. Bu fanatlıqdır. Bunun dinlə əlaqəsi heç bir dəxli yoxdur. Ona görə də, yəni bundan ötürü alim olmaq lazım deyil. Bu, Allah bizə cüzi bir
ağıl verib, dərrakə məntiq, bununla fikirləşəndə, düşünəndə insan zaten anlayır. Bundan ötürü hökmən hansısa bir alimə danışmaq ehtiyac yoxdur ki, alimlər də deyir zaten bunu. Ərəbistanda olan alimlər qeyd edirlər ki, hərə öz vaxtınla başlamalıdır. Belə, inşallah ümid eləyirəm ki, bir çox insana aydın oldu.